Verilmiş cümlələrə əsasən müəyyən edin. Əmimin böyük oğlu şöbə müdiridir. Günəşin hər yerə o dələyən vaxtıdır. Mənsubiyə şəkilçili bütün isimlər adlıq haldadır. Əmimin sözündə mənsubiyyət var, lakin yiyəli haldadır. Ona görə bir yanlışdır. Mənsubiyə şəkilçili bir söz yanlış yazılıb. Bəli, müdir sözü burada mənsubiyyətdir və müdir sözü ilə yazılmalıydı, ü-lə yox. Deməli 2 doğrudur. Böyük sözünün son samiti cingiltili tələffüz olunur. Sait gəldiyinə görə burada ç-y kimi tələffüz olunacaq. Deməli, bu doğru fikirdir. Amma bizə yanlışdan yanlış lazımdır, götürmürük. Adlıq halda olan iki isim var. Günəşin hər yerə od ələyən vaxtıdır. Günəşin yiyəli haldadır. Od ələyən, odu ələyən, qeyri-müəyyən təsirli haldadır. Burada sadəcə vaxtıdır sözündə ı mənsubiyyətdir və vaxtıdır sözü adlıq haldadır. Amma bu bizə iki isim dediyi üçün yanlış fikirdir. Ələyən sözü yazıldığından fərqli tələffüz olunur. Bəli. Əliyən şəklində tələffüz olunur. Deməli, doğru fikirdir. Şəxs sonluğu qəbul etmiş sözün tələffüzündə bir fərqli məqam var. Vaxtıdır sözünün tələffüzündə vaxtdı kimi olacaq. Yəni, dır xəbərli şəkilçisinin rısı düşür. T'dakı d kimi tələffüz olunur. Ona görə iki fərq var, bir yox və yanlış fikirdir seçirik. Cavabımız 2, 4 və 6.